Şah İsmayıl Səfəvi Xətai 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti, Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. Şah İsmayıl Səfəvi Xətai ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb. Şah İsmayıl Səfəvi Xətai ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Məhəmməd Füzuli kimi dahi yetişdi. Şah İsmayıl Səfəvi Xətai ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdı və Azərbaycana xas bu idman növü geniş yayılmışdı. Şah İsmayıl Səfəvi Xətai dahi strateq idi. Öz qoşunlarını 12 imamın eşqinə 12 yerə bölərək aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar Aslanovskaya Podkova, yəni Aslanov nalı adını verəcəklər. Şah İsmayıl Səfəvi Xətai bir fatih idi. Tarixi Azərbaycan torpaqlarını, Şimalı Ağqoyunlu və Şirvanşahlar dövlətini, yəni Albaniya, Cənubu Ağqoyunlu dövlətini, Atropatena və Qaraqoyunlu dövlətini, Anadolunu birləşdirərək vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatihlərə xasdır. Şah İsmayıl Səfəvi Xətai zəmanəsinin dindar lideri idi. O Bağdada daxil olarkən Bağdad əhli onu məhz belə tanıyaraq könüllü sürətdə şəhərin qapılarını onun üzünə açıb onu alqışla qarşıladı. Yalnız onun qurduğu hökumət dövründə əsrlər boyu inançlarına görə təqib olunan Əhl-i-Beyt ardıcılları rahat nəfəs ala bildilər. O ilk dəfə olaraq Əhl-i-Beyt məktəbini dövlət dini kimi elan etdi. Şah İsmailin əmri ilə dövrün fiqh aliminin risaləsi şəriət qanunu kimi təsdiq olundu. Onun dövründə bir çox Əhl-i-Beyt alimi yetişərək ölkədən kənarda da İslamı yaymağa başladı. Məhz bunun nəticəsidir ki, indi Anadoluda, Gürcüstanda, Orta Asiyada, Kəşmirdə, Pakistanda, Hindistanda və digər ölkələrdə Əhl-i-Beyt ardıcılları yaşayır. Çünki bu bölgələrə İslamı həmin zamanda yetişən Azərbaycanlı alimlər yayıb. Şah İsmayıl Səfəvi Xətai ağlasığmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən hələ 14 yaşı tamam olmamış İsmayıl qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atı ilə birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun da çayı yararaq qarşı sahilə keçir. Çaldıran döyüşündən öncə o Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malkoçoğlunu göndərdi. Şah İsmailin ətrafı, şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz, dedi. O isə belə cavab verdi. İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər. Şah İsmail Malkoçoğluna elə bir zərbə indirdi ki, hər iki tərəf heyrətdən alqış dedi. Onun qılıncı Malkoçoğlunun dəbilqəsini, zirehini və qalxanının bir hissəsini yararaq Malkoçoğlunun başından iki yerə bölmüşdü. Elə həmin döyüşdə o qılıncla topun lüləsini kəsmişdi. Şah İsmayıl Səfəvi Xətai ədalətli hakim idi. Məlumdur ki, Şah İsmayıl Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi. Buna görə də Şah İsmayıl qərara gəlir ki, Osmanlı qoşununun qarşısına çıxacaq bütün torpaqları yandırıb yararsız hala salsın. Məqsəd düşmən qoşununun ac, susuz qalıb əldən salaraq geri qaytarmaq idi. Bunun üçün Şah İsmayıl torpaq sahiblərinin ziyanları müqabilində
onları neçə illik vergidən azad etdi. Şah İsmail Səfəvi Xətai döyüşlərdə yenilməyən sərkərdə idi. Ya Əli sədası ilə özündən neçə dəfə çox sayda qoşuna hücum edib qalib gələrdi. Buna misal kimi Şah İsmailin 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüş oldu. Sultan Səlimin 200 minlik qoşunu 300 topuna qarşı Şah İsmail 20 minlik süvari ordu ilə çıxmışdı. Döyüş 3 gün davam etdi. Qızılbaşlar görünməyən qəhrəmanlıq göstərərək qalib gələ də bilərdi. Lakin Sultan Səlim Yavuz elə bir işə qol atdı ki, qalib gəldi, amma özünü rüsvay etdi. O əmr etdi ki, yerdə qalan topların lülələrini yuxarı qaldırsınlar. Bu zaman toplar döyüş meydanına atəş açdı və nəticədə hər iki tərəfin əskərləri həlak oldu. Qızılbaş ordusu süvari olduğu üçün mərmilər onları daha çox təsir etdi. Çünki atlar partlayışdan hürkürdü. Nəticədə Qızılbaş ordusu 5000 nəfər, Osmanlı ordusu isə 30-40 min arası itki verdi. Şah İsmail Səfəvi Xətai yenilikçi dövlət başçısı idi. Onun dövründə bir sıra yeni islahatlar həyata keçirilmişdi. Bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Biz sahib olduğumuz üç rəngli bayrağa görə Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq. Bu sadəcə bir bayraq deyil, bu Azərbaycanın inkişafının düsturudur. Yalnız bayrağımızda olan bu üç çaları inkişaf etdirməklə Azərbaycan hərtərəfli inkişaf edib qüdrətlənə bilər. Diqqət etsək görərik ki, bayrağımızın özülünü Şah İsmail Xətai qoyub. Məhz o tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətdə inkişaf etdirib. Ana dilimizi rəsmiləşdirərək türkçülüyü, yeniliklər edərək müasirçiliyi, şəriətin əsasında qanunlar yaradaraq dindarlığı. Şah İsmail Səfəvi Xətai İmam Əli aşiqi idi. Yuxarıda sadalanan bütün xüsusiyyətləri ilə o əslində Həzrətə borcludur. Şah İsmail Xətai üçün ideal nümunə İmam Əli idi. Onun bütün cəsarətinin, mərdliyinin, uğurlarının səbəbi bu eşqdə idi. Alimin dediyi kimi, Şah İsmaili indiki zamanı ilə müqayisə etmək düzgün deyil. Belə etsək, biz onda minlərlə hüquq pozuntuları və digər səhvlər taparıq. Düzdür, Şah İsmail Xətai ideal deyil və onun özünün öz dövrünə görə də səhvləri olub. Ancaq bu şəxsiyyətin Azərbaycan üçün etdikləri danılmazdır. Onda ləkə axtarıb rüsva etmək istəyənlər əvvəlcə Şah İsmail Səfəvi Xətainin 100%-ni Azərbaycan üçün etsinlər. Heç bir dövrdə Azərbaycanlının hökmü Gürcüstandan Fars körfəzinə qədər, Orta Asiyadan Bağdada qədər, Anadoludan Hindistana qədər keçməyib. Bax, əsl yeridir ki, deyəsən, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Şah İsmail Xətai haqqında həftələrlə silsilə yazılar yazmaq olar. Ancaq elə onun özünün də etdiyi kimi 12 imam eşqinə burada onun 12 xüsusiyyətini sizin nəzərinizə çatdırdıq. İndi özünüz deyin, bu şah hər hansı bir şahla müqayisə oluna bilərmi?